Dövrümüzdə dünyanın ən mübahisəli və ən mürəkkəb məsələlərindən biri İsrail və Fələstin mövzusudur. 70 ildən artıqdır ki, bu bölgə həqiqi sakitlik görməyib və müxtəlif nəsillər gərginlik və münaqişə içində yaşayıb. Bu böhranın kökünün haradan başladığını anlamaq üçün biraz keçmişə qayıtmalı və tarix boyunca uzun yolu nəzərdən keçirməliyik. Əlbəttə, geri qayıdaq deyəndə məqsədimiz təkcə bir neçə 10 illik deyil, tarixdə xeyli geriyə getməliyik. Bu proqramda tərəflərdən heç birini tutmaq fikrimiz yoxdur. Nə İsraili müdafiə edəcəyik, nə də Fələstini. Məqsəd bu bölgənin tarixi hekayəsini gözdən keçirmək və hadisələri necə nəql olunubsa elə də danışmaqdır. Son qərar sizin olacaq. Başlamaq üçün təxminən miladdan 1700 il əvvələ qayıtmalıyıq. Yəni 3700 ildən də çox əvvəl. O dövrdə sonradan böyük əhəmiyyət qazanacaq bu ərazi, rəvayətlərdə Bəni İsrail adı ilə xatırlanan tayfaların yaşadığı yer idi. Deyilir ki, 3 mühüm peyğəmbər, İbrahim, İshak və Yaqub, Kənan adlanan torpaqda yaşayırdılar. Orada yaşayan insanlar Bəni İsrail kimi tanınırdı. Onlar bu torpağı İsrail torpağı adlandırırdılar. Bir qədər irəli gedib miladdan təxminən 1000 il əvvələ, yəni təxminən 3000 il əvvələ gəlsək, bu bölgədə bir padşahlığın formalaşdığını görürük. Rəvayətlərdə adı çəkilən ilk padşah Şauldur ki, bəzi mənbələrdə ona Talut da deyilir. Ondan sonra Davud hakimiyyətə gəlir. Davud Yerusalim şəhərini paytaxt seçir. Onun Süleyman adlı oğlu var idi və rəvayətlərə görə Yahudilərin ilk mühüm məbədi Yerusalimdə onun dövründə tikildi. Bu tikili sonradan Süleyman məbədi kimi tanındı və tarixdə xüsusi yer tutdu. Süleymanın ölümündən sonra torpaq iki hissəyə bölündü. Bir hissə İsrail padşahlığı adlanırdı, onun paytaxtı Samariya idi. Cənubda isə Yahuda padşahlığı adlı başqa bir bölgə yarandı və mərkəzi Yerusalim idi. Bu bölgü həmin ərazidə ilk ciddi fikir ayrılıqları və gərginliklərin qığılcımlarından biri sayılır. Bu bölgədə yaşayan Yəhudilər adətən ətraf güclərlə yaxşı münasibətlərə malik deyildi. Hər hansı imperiya orada güclənəndə onları öz hakimiyyəti altına salmağa, sürgün etməyə və ya bölgəyə tam nəzarət etməyə çalışırdı. Yerusalim hər işğal olunanda məbəd dağıdılırdı. Buna baxmayaraq, imkan yaranan kimi onu yenidən tikirdilər. İndi isə miladdan təxminən 550 il əvvələ gəlirik. Yəhudilərin müqəddəs mətinləri olan Tövratda və xristianların İncilində yazılır ki, həmin dövrdə bu xalqın bir hissəsi əsir aparıldı və məbədləri dağıdıldı. Rəvayətlərə görə İran hökmdarı Böyük Kir onları Babillilərin əlindən azad etdi. Deyilir ki, o, məbədlərini yenidən tikmələri üçün şərait yaratdı. Bəziləri bu rəvayəti tarixi fakt kimi qəbul edir, bəziləri isə daha çox dini mətnlər çərçivəsində dəyərləndirir. Hər halda bu hekayə Yəhudi və Xristian dini mənbələrində qeyd olunub. Bir müddət sonra İranda Əhəmənilər imperiyası sona çatır və Parfiyalılar hakimiyyətə gəlir. Həmin dövrdə Avropada Roma imperiyası güclənirdi. Getdikcə daha da qüvvətlənir və şərqə doğru irəliləyirdi. Nəhayət, miladdan əvvəl 63-cü ilə yaxın bir vaxtda Romalılar Aralıq dənizi ətrafındakı torpaqlara tam nəzarət etdilər və bu ərazidə onların hakimiyyətinə daxil oldu. Romalıların Yəhudilərlə münasibəti yaxşı deyildi. Bu səbəbdən bölgənin adını dəyişdilər və onu Fələstin adlandırdılar. Fələstin sözü Yunanlıların bu ərazi üçün istifadə etdiyi Filistiya sözündən götürülmüşdü. Romalılar həmin adı bu torpağa verdilər. Roma hakimiyyəti dövründə Yəhudilər çətin şəraitdə yaşayırdı. Onlar kölə edilməmişdi, amma xüsusi himayədə görmürdülər. Bəzi dövrlərdə hətta kənd təsərrüfatı və ya sərbəst ticarət kimi adi işlərlə məşğul olmağa icazələri olmurdu. Bəzi dövrlərdə onlar bu torpaqlardan qovuldu və Avropanın və Qərbi Asiyanın müxtəlif yerlərinə səpələndilər. Əsrlər keçdi və xristianlıq yayıldı. İsa Məsihin doğulduğu yerin Fələstin olması və Yerusalimdə çarmıxa çəkilməsi səbəbilə Yerusalim xristianlar üçün böyük əhəmiyyət qazandı və müqəddəs şəhərə çevrildi.
Miladi 7-ci əsrdə müsəlmanlar geniş fətlərdən sonra bu bölgəyə nəzarəti ələ keçirdilər. Yerusəlim müsəlmanlar üçün də mühüm şəhər idi. Çünki İslamın əvvəlində ilk qiblə sayılırdı. Sonradan qiblə Məkkəyə dəyişdi, amma şəhərin əhəmiyyəti qaldı. Müsəlmanların gəlişindən sonra bu şəhərdə Məscidül Əqsa tikildi. O vaxtdan etibarən bu şəhər 3 böyük din, İslam, Xristianlıq və Yəhudilik üçün xüsusi əhəmiyyət daşımağa başladı. Zaman keçdikcə və qədim Roma imperiyası süqut etdikdən sonra Yəhudilər Avropada təzyiq və ayrı-seçkiliklə üzləşdi. Bəzi cəmiyyətlərdə onları dini hadisələrə görə günahlandırır. Bu da müxtəlif məhdudiyyətlər və təqiblərlə nəticələnirdi. 16-cı əsrdə Osmanlı imperiyası bu bölgəni ələ keçirdi. Osmanlı dövründə Yəhudilər nisbətən daha azad yaşayır və geniş təqiblərə məruz qalmırdılar. Buna baxmayaraq, onların böyük bir hissəsi hələ də Avropada yaşayırdı. 19-cu əsrin sonlarında Avropadakı bəzi Yəhudilər, xüsusilə Aşkenazi adlandırılan qrup, sonradan Siyonizm kimi tanınacaq bir hərəkat yaratdı. Bu hərəkatın məqsədi Yəhudilər üçün bir torpaq yaratmaq idi. X əsrin əvvəllərinə gəldikdə Yəhudilərin bu bölgəyə köç dalğaları başladı. O vaxt bu torpaq hələ də Osmanlı nəzarətində idi. Bir neçə il sonra Birinci Dünya müharibəsi başladı və müharibə bitəndə Osmanlı imperiyası dağıldı. Müharibədən sonra Osmanlı torpaqlarının böyük hissəsi Avropa gücləri arasında bölüşdürüldü. Britaniya, Fələstin də daxil olmaqla bəzi bölgələrə nəzarəti ələ keçirdi. Yeni siyasi quruluşlar yarandı və yeni sərhədlər müəyyən edildi. Həmin dövrdə bölgədə ərəb-müsəlman əhalinin sayı Yəhudi köçkünlərdən çox idi. Köçlərin artması ilə iki qrup arasında gərginlik yüksəldi və 1926-cı ildən etibarən toqquşmalar və atışmalar baş verdi. 1933-cü ildə Hitler Almaniyada hakimiyyətə gəldi və Yəhudilərə qarşı sərt siyasətlər başladı. Hitler bir neçə dəfə Yəhudiləri Avropadan çıxarmağa çalışdı, amma buna tam nail olmadı. Həmin dövrdə Yəhudilərin bir hissəsinin Fələstinə köçürülməsi barədə müzakirələr aparılırdı. Lakin Britaniyanın miqrasiya siyasəti dəyişirdi və məhdudiyyətlər tətbiq olunurdu. Bir neçə il sonra İkinci Dünya müharibəsi başladı. Nasistlər Almaniyanın bütün problemlərinin səbəbini Yəhudilərdə görürdülər. Əgər bu müharibə və hadisələr haqqında daha çox detal öyrənmək istəyirsinizsə, şərhlərdə yazın ki, bununla bağlı ayrıca video hazırlansın. Müharibə bitdikdən sonra dünya yeni mərhələyə daxil oldu və Fələstinin gələcəyi ilə bağlı müzakirələr daha ciddi hal aldı. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı bir plan təqdim etdi. Bu plana görə torpaq iki hissəyə bölünməli idi. Bir ərəb dövləti və bir Yəhudi dövləti. Həmçinin Yerusalimin beynəlxalq zona olması təklif olundu ki, dini münaqişələrin qarşısı alınsın. Bu plan etirazlarla Bir il sonra 1948-ci ildə Britaniya bölgədən çıxdı və İsrail adlı dövlətin yaradıldığı elan edildi. Bundan sonra bölgədə müharibələr və silahlı toqquşmalar başladı. Bu münaqişələr zamanı bir çox Fələstinli öz torpaqlarını tərk edərək başqa yerlərə köçmək məcburiyyətində qaldı. Ərəb ölkələri ilə İsrail arasında gərginlik davam etdi. 1967-ci ildə İsrail və bir neçə ərəb ölkəsi arasında başqa bir müharibə baş verdi və bu 6 günlük müharibə kimi tanındı. Ərəb tərəfi İsrail qarşısında ciddi müqavimət göstərə bilmədi. İsrail tək deyildi və müxtəlif dəstəklər alırdı. Bu 6 günün sonunda Sina yarımadası Misirdən alındı və qərb sahili də İsrail nəzarətinə keçdi. Bundan sonra daha çox Fələstinli köç etmək məcburiyyətində qaldı. Digər tərəfdən, dünyanın müxtəlif yerlərindən çox sayda Yəhudi İsrailə köçdü və ilk dəfə olaraq bölgədə Yəhudilər əhalinin çoxluğunu təşkil etməyə başladı. Sonrakı illərdə torpağın bölünməsi və razılaşma əldə olunması mövzusu dəfələrlə müzakirə edildi, lakin fikir ayrılıqları qaldı. Yerusəlim hələ də həssas və mübahisəli nöqtə olaraq qalır. Çünki İsraillilər buranı ata-baba torpaqları hesab edir.
2007-ci ildən sonra Fələstinlilərin siyasi quruluşunda da parçalanma yarandı. Bir hissə qərb sahilində, digər hissə Qəzza zolağında idarə etməni əlində saxladı və aralarında fikir ayrılıqları mövcud oldu. 2018-ci ildə ABŞ prezidenti Donald Trump Yerusalimdə səfirlik açan ilk ölkənin lideri oldu. Bu hadisə bölgədə yeni gərginliklərə səbəb oldu və bu gərginliklər hələ də davam edir, zaman-zaman yenidən alovlanır. Bəziləri bu bölgəni uzun illərdir geri sayımı davam edən saatlı bombaya bənzədir. Müasir böhranın başlanmasından 70 ildən çox vaxt keçib və hələ də sual açıq qalır. Görəsən, bir gün davamlı və sabit bir həll yolu tapılacaqmı? Bu mövzu barədə fikirləriniz nədir? Şərhlərdə yazın və məlumatlarınızı bizimlə paylaşın. Biz çalışırıq ki, ən yaxşı elmi mövzuları və dünya üzrə kəşfləri sizin üçün vizual şəkildə təqdim edək. Kanalımıza abunə olaraq bizi dəstəkləyə bilərsiniz. Şərhlərinizi oxuyuruq, ona görə də bu videonun mövzusu ilə bağlı fikirlərinizi səbirsizliklə gözləyirik.